İndi Xırdalandan bir xəbərimiz olacaq sizə. Xırdalanda İlham Cəfərov küçəsinin sakinləri hava soyuq oldusa çıxıb gedirlər qohumların evinə. Çünki qaz problemləri yaşayırlar. Məcbur gedirlər, soyuqda qala bilmirlər. Biz də məsələyə nəzər yetirdik, çəkdik, baxın. Abşeron rayonu Xırdalan şəhəri İlham Cəfərov küçəsindəyik. Burada yaşayan sakinlərin şikayəti isə qaz sarıdandır. Deyirlər ki, elə ki havalar soyudu, biz qaz üzünə həsrət qalırıq. Bu problem illərdir ki davam edir. Mavi yanacaq yaz və yayda güclü olsa da, amma elə ki hava soyudu, qazın da təzyiqi azalmağa başlayır. Bir neçə gün əvvəl havanın soyuq olması səbəbindən sakinlər yenidən eyni problemlə üz-üzə qalıblar. Deyirlər ki, qaz zəif olanda məcbur qalıb işıqdan istifadə edirik ki, bu da bizə baha başa gəlir. Hətta vaxt olur ki, əlacsız qalan qonşular odundan da istifadə etməli olurlar. Burada elə bir işıqdan istifadə eləmişik. Soyuq olubdu, xırda uşaqlar, nəvələrimizi aparıb qohumların evində qoymuşuq, isti hava olanda gətirmişik. Qaz çox həddən artıq zəifdir. Yanmır. Çaydanı qoyursan, uşaq məktəbə gedir, ondan sonra evdə yemək yoxdur. Çay qaynatmaq, isinmək mümkündür. Məcbur olursan evə odun peçi qoyasan, ondan sonra isinmək lazımdır. Közləri bir damcı çaynikı qoşulur. Gözləyirsən ki, bu çay qızacaq. Uşaq məktəbdən gəlib, işçi işdən gəlib, buna biz yemək qayracıq verəcəyik. Yoxdur. 15 ildir burada yaşayıram, özüm heç tək. Axşama kimi öyrəyəm. Cəhənnəm bir çayı, suyu, xörəyi özüm istifadə eləyərəm. İşlədərəm uşaqlım, nəvəm, işdən gələn. Amma indi işdən gələn yolun başında orada oğlum var, gəlinim var, işlədilər. Gəlsinlər. Saat 6-dan sonra nə çay qaynasınlar ayağı. Hazırlasan gələn uşaqlar var. Onlara nə verib saat 9-a 10-a qədər yedirib yatdırsınlar. Azərqaz İstehsalat Birliyindən bildirdilər ki, artıq sözgedən ərazidə qazın təzyiqi normaldır. Yəni əvvəlki kimi təzyiq aşağı deyil. Sakinlər də bildirdilər ki, çəkilişdən dərhal sonra qazın təzyiqi xeyli yuxarı qalxıb. Ümid edək ki, bundan sonra sözgedən ünvanda qazın təzyiqində heç bir problem olmaz.